Salam xanımlar, yeni videomda xoş gördük sizləri. Videomda əsas mövzu Esroşum və akademiyadan axırki məzun olmağımla bağlıdır. Deyəcəksiniz ki, Esroş kimdir? Esroş mənim sevgilimin bacısı qızıdır. Yenicə dünyaya gəldi və aramıza yenicə qatıldı. Ona uzun ömür və gözəl bəxt arzulayıram. Esroş deməyimə baxmayın, əsl adı Əsradır. Düzdür, biraz çətin yollardan keçdi, amma çox şükür ki, sonu gözəl bitdi. Həm özü üçün, həm də anası üçün. İnşallah bundan sonra sağlıqlı, gözəl, huzurlu bir şəkildə hər şey yaxşı olar. Burada gördüyünüz hər şeyi bebişin anası öz əlləri ilə hazırlayıb. Görürsünüz necə gözəldir. Mən düşünürəm ki, mütləq bu işi o biznesə çevirməlidir. Çünki həqiqətən məncə buna dəyər. Neysə, videomu belə gözəl bir başlıqla açmaq istədim. Çünki arada da çox gözəldir. Akademiya vlogu olmasa da akademiya ilə bağlı, yəni ki, məzun olmağımla bağlı artıq 3 illik mücadiləmin sonu ilə bağlı bir videodur. Həyatımda çoxdandır istədiyim bir dəyişikliyi etdim. Saçlarına aşiq birisi olaraq həmişə istəyirdim ki, heç olmasa biraz formalı falan kəsdirim. Həmişə ucundan düz kəsim edirəm. Amma heç vaxt gedib belə formalı falan kəsdirməmişdim. Elə iş yerimin yanında Face Studio var. Girdim elə orada birbaşa. Heç əvvəldən araşdırmadım ustanı. Elə birbaşa kəsdim. Çox da bəyəndim, çox da xoşuma gəldi. Xanımın üzünü açıq paylaşıram, çünki özünün də TikTok hesabı var idi. Məncə özü üçün problem olmaz. Əgər kimsə istəyirsə, gənclikdə Face Studio'da Gülnar Xankişiyevadır. TikTok'dan girib əl işlərinə baxa bilərlər. Mən öz növbəmdə həqiqətən çox bəyəndim. Qat-qat italyanka istəyirdim. Bu formanı özü önərdi. Dedi ki, qat-qat kəssək saçın heyifdir də. Yəni, hər gün forma verməyəcəksənsə lazım deyil. Nəysə, bu da akademiyadan əvvəlki gündür. Getdim, elmi işimi yenidən götürdüm, çap etdim. Əvvəlkini də çap etmişdim. Burada bəzi hərf səhvləri var idi. Yenidən düzəltdim. Dedim, qoy yenidən olsun. Çünki əvvəlki mənə düşərli olmamışdı. Təzədən çap etdim. Artıq yavaş-yavaş mənə yersiz bir həyəcan gəlirdi. Çünki heç nəyə hazırlaşmamışdım, heç nə oxumamışdım və görüləcək çox işlərim var idi. Burada 2 dənə müəllimim üçün Şirinlik rayondan bal gətirmişdim. Biraz onları düzəltdim və bundan sonra da sadəcə öz paltarlarımı ütüləməklə, nə bilim, saçımı falan düzəltməklə məşğul ola bildim və səhər 6-ya budilnik qoymağıma baxmayaraq saat 7-də zar-zor oyana bildim. Halbuki 8-in yarısı mən evdən çıxmalıyam ki, 8-də akademiyaya çata bilim. Yaxşı ki, dövlət işində falan işləmirəm, yoxsa mən səhər 7-də, 6-da dura bilmirəm. Maksimum 8-də oyana bilirəm və burada artıq görürsünüz geyinmişəm, köynəyin içinə zar-zor sığmışam. Yəni artıq bu kilolardan qurtulmalıyam. Bu da çantamı görürsünüz. Ayaqqabılarımı yanımda götürmüşdüm. Orada müdafiədən əvvəl dəyişdim. Burada taksini gözləyərkən yanıma belə bir bebek gəldi. Artıq bilirdim ki, günüm həqiqətən uğurlu keçəcək. Taksi sifariş elədim, taksi gəldi. Artıq burada Koroğluya çatmışam. Mən yenicə oyananda Fatimə metroya düşürdü. Amma mən onu gözləməli oldum. Çünki səhv istiqamətdə qatara minib, sağ olsun, yenidən qayıtmalı oldu. Və burada artıq görürsünüz gəldi. Biz də yavaş-yavaş gedirik kafedraya. Kafedraya girəndən sonra artıq telefonumun yerini unutdum. Bir dənə burada biraz süfrəmizi çəkə bildim. Salam qızlar, bir daha videomun ardına xoş gəlmisiniz. İllərdir gözlədiyim o anı, həmin günü mən çəkməyi unutmuşam. Unutmuşam deyərkən həqiqətən vaxtım olmadı. Deyəcəksiniz ki, necə yəni vaxtım olmadı? Düzdür, akademiyaya çıxana qədər müəyyən bir hissəsini çəkdim. Amma ora girən kimi artıq o qədər işlər var idi ki, çünki keçən il 12-də olmuşdu saat müdafiə, amma bu dəfə onun yarısı dedilər, amma onda başladım. Fatimə də gəlmişdi, yaxşı ki, hələ o məni bayağı idarə elədi. Çünki girən kimi heç bilmirdim telefonum hardadır, sumkam hardadır, ayaqqabılarım hardadır. Fatimə olmasa həqiqətən bilmirəm nə edərdim. Mənim fərdi iş planım da yarımçıq qalmışdı. Fatimə sağ olsun, yəni ilk səhər tez onu yazdı. Mən də digər işlərlə məşğul olmağa başladım. Əvvəl də demişdim ki, biz yəni komissiya və sədr üçün müəyyən bir çay süfrəsi açılmalıdır. Bəzi universitetlərdə belədir, bəzi universitetlərdə belə deyil. Bizdə belədir, yəni çay süfrəsi açılır, meyvə, şirniyyat falan yığışıb hamısından aldıq. Və 8-də biz orada olduq, onun yarısı isə artıq müdafiəmiz başlayırdı və mən heç nə oxumamışdım. Əvvəlki müdafiədən o qədər arxain idim ki, bilmirəm heç nəyə güvənirdim. Hətta PowerPoint faylımdakı o səhvləri belə düzəltməmişdim. Düzdür, ondan sonra o qədər şeylər oldu ki, yəni həqiqətən başım o qədər qarışdı ki, o qədər, yəni bilmirəm, çox, yəni bu iyun ayı dəhşətdə, yəni gözəl şeylər də oldu, çox pis şeylər də oldu. Düzdür, Allah daha betərindən saxlasın. Yəni dolu bir ay idi həqiqətən. Gah sevindik, gah üzüldük. Yəni hər gün bir
şey çıxırdı da, yəni şok olacağımız ya da nə bilim təlaşlanacağımız və yaxud da ki sevinəcəyimiz. Yəni də çox şükür, şükür ki, yəni o ay artıq geridə qaldı. Bu gün ayın 1-idir. Görə də gedək müdafiə gününə. Yəni yenə də yaxşısı ilə pisi ilə çox şükür, yəni o ayı yola verdik. Bilmirəm, inşallah bundan sonra daha yaxşı olar hər şey. Deməli, müdafiə günü haqqında danışmaq istəyirəm. Heç nə oxumamışdım yenə həmişə kimi. Amma ən azından bilirdim ki, keçən il də heç nə oxumamışdım. Amma ən azından bilirdim ki, mən bunu öyrənmişəm. Yəni bildiyim mövzudur. Həmçinin belə bir şey də var ki, mən qabağımdan oxuya bilmirəm. Yəni ya o mövzunu öyrənib danışmalıyam, ya da oxuya bilmirəm. Onsuz da slaydı görmürəm. Yəni uzaq görməm çox zəifdir. Amma beynimə qoymuşdum ki, qabağımdan oxuyacağam da. Yəni çaşdığım yerə baxacağam, qalmayacağam. Yəni necə deyirlər, əlacısız qalmayacağam. Nəysə, qızlar, gedib çatdım 8-də falan akademiyaya. Orada video əlavə eləmişəm, hətta çəkmişəm falan. Orada Fatiməni gözlədim. Fatimə gəldi, girdik içəri. Getdik kafedraya. Sağ olsun, məndən balaca olan magistr yoldaşlarım hər şeyi falan almışdılar. Gətirdilər. Bəzi şeyləri süfrədə, nə bilim, digər qablarda akademiyanın otelindən götürdük. Oradan yəni təşkil edə bilirlər. Gəldik, süfrə falan qurduq, şeyləri düzdük, qabları düzdük, meyvələri, digər çərəzləri falan. Hamısını düzdük və biz keçdik digər otağa. Çünki digər müdafiəmdə, yəni mən çəkə də bilmişdim. Hətta əvvəlki videomda qoymuşam. Hər kəs danışanda falan çəkə bilirdik. Amma ikinci əsas müdafiədə tək-tək girirlərmiş. Mən bilmirdim bunu. Mən bildim hamımız orada olacaq. Tək-tək girirlərmiş. Buna görə də onsuz da yəni telefonu yanımda götürdüm. Yəni sadəcə mən girəndə götürdüm və orada mən əsas mənim əlimdəki kağızda bəzi lazımi məlumatlar yox idi. Ona görə onu ChatGPT-dən tez araşdırıb telefonumda screen eləyib onu əlimin altında saxlamışdım ki, birdən oradan sual gəlsə tez telefonumu açıq qoyum, yəni mən oradan görüm də. Ona görə yəni zaten orada icazə belə yoxdur çəkilməyə. Əvvəldən Jale müəllimimiz demişdi. Mən dedim ki, çəkmək olar da yəqin. Amma bilmirdim ki, tək-tək girəcəyik. Buna görə heç nə çəkə bilmədim. Süfrəni də onsuz da əvvəlki videoda qeyd eləmişəm. Deməli necə oldu? Girdim. Birinci mən yenə deyirəm, həqiqətən keçən il mən tək olmasaydım, mənim qrup yoldaşlarım olsaydı, bu mənim üçün bu qədər böyük problemə çevrilməzdi və normal bu balı alıb, çünki gedib orada mən atom parçalamadım, ya da orada özümdən bir tənliklər nə bilim çözmədim. Getdim normal bildiyim 2-3 cümlə danışdım, sonra dedilər ki, keç nəticələri danışdım. Sonra çıxdım gəldim yəni. Hardasa ən az deyəsən mən qaldım. Bilmirəm, bəlkə də həm də keçən ildən olduğu üçün artıq əzbərləndi, elmi işim əzbərləndi artıq. Ona görə heç əlavə sual da verilmədi mənə. İlk girən tələbəyə biraz çox suallar verdilər, digərlərini bibabat hər kəs yəni şeylədi. Deməli 6 tələbədən 4-ü A aldı, qəşəng qiymətlər verdilər. İkisi B aldı. Mən güya sizə hətta prezentasiyamı falan necə hazırladığımı göstərəcəkdim. Yapay zəkalı hazırlamadım. Özüm tək-tək lazımi olan məlumatları, özüm orada nə danışacağamsa, onları tək-tək çıxardıb, onlara uyğun. Belə çox abartılı şəkillər falan da qoymamışam. Yəni əsas belə renkli əsas məlumatlar görünsün, nə bilim. Məsələn, diaqramım çox elə bil bağça uşaqlarına sunulmuş kimi ulduzlarla falan idi diaqramım. Bir dənə orada Vəli müəllim dedi ki, diaqramı başqa bir formada, hansısa forma bilmirəm, o formada təqdim edə bilərdin. Amma belə də məlumatlar düzdür. Yəni əsas yəni başa düşürük ki, nədir də. Belə yəni məncə çox qəşəng oldu. Deyəcəksiniz ki, peşmanammı bu ilə qaldığı üçün? Xeyr, həqiqətən yaxşı ki, bu ilə qalıb. Çünki çox gözəl keçdi. Məndən balaca qrup yoldaşlarım, yəni o bizim eyni ixtisas olduqları üçün onlarla bir yerdə həqiqətən keçən il qrup yoldaşlarım olsaydı, məsələn, birinci girdi tələbə çıxanda soruşuruq da, deyirik nələrdən sual verdi, necə oldu? O dedi ki, yəni əsas odur, bildiklərinizi danışın, amma səlis danışın. Onsuz da o müəllimlər öz aralarında falan da danışır dedi. Belə çox diqqətlə sizə qulaq asmırlar. Səlis danışın dedi. Yəni məsələn, mən burada danışıram da, elə danışmayın dedi. Tez-tez danışın, səlis danışın, qabağınızdan oxuyun, bilmirsinizsə, onsuz da onu siz yazmısınız da, siz hazırlamısınız, sizin əsərinizdir. Yəni heç kim deyə bilməz ki, sən niyə oradan oxuyursan. Prezentasiyaya baxa-baxa danışırıq onsuz. Yəni bilmirəm, bəlkə də mənim tanıdığım müəllimlər mənə o qədər yaxındılar ki, mən onları müəllimdən də əlavə başqa yaxın kimi görürəm hamısını. 3 ildir yəni ora ayaq döyürəm, az vaxt deyil. Həm də həqiqətən çox mehribandır hamısını da çox istəyirəm. Bilmirəm, bircə bizim akademiyadan belədir, yoxsa hər yerdəmi? Heç yəni qorxulacaq kimi bir şey deyil. Çox da hörmət də eləyirlər magistrlara, kömək də edirlər. Hər cür şərait də yaradılır. Rektorumuz vəbşi Arif Paşayev istər ödəniş olsun, istər başqa şeylər olsun. Bəzi universitetlərdə tələbə ödəniş keçirməyibsə, gətirib imtahandan çıxarırlar ki, get valideyninə zəng vur, ödəniş elə, ondan sonra imtahana gir. İmtahana girməməzsə o tələbə üçün nə deməkdir? Kəsir deməkdir. Amma burada əsla elə bir şey. Mənim məsələn nə qədər gözləmişlər mənim ödənişimi falan. Belə yəni həqiqətən çox gözəl keçdi. Ortada sadəcə mənim bir ilə görə əlavə ödədiyim müəyyən bir məbləğ var. O da deyirəm, heç nə, yəni onun üçün də peşman deyiləm. O qədər ora-bura gedir ki, yəni qoy ora getsin, təhsildə getsin, heç nə olmaz. Belə yəni çox gözəl keçdi. Sonra gəldim evə. Məzun gününə getmədim, təəssüf ki. Çünki saat 3-də idi. Dedim biraz tez olsa, məsələn, əvvəl 12-də olurdu müdafiə, indi onun yarısı. Dedim, hə, məzun günü tez olacaq. Bəlkə Fatimə də məndən gəlsə, Fatimə ilə birlikdə gedə bilərdim, amma bilmirəm, o sadəcə tələbələr üçündürmü? Mən özüm tək ora necə gedim, yəni bir dənə Vəfa müəllimə ilə gedə bilsəydim gedərdim. O da belə çox maraqlı deyildi, üstə Aygül falan gəlmişdi. Amma yəni belə çox da necə deyim, yanında əylənəcəyin qızlar falan yoxdursa, məncə bir mənası yoxdur. Belə qızlar,
Yaxşı ki də yəni saxlamışam. Bu arada balımı demədim. Bu qədər danışıb balımı demədim. 91 aldım. 4 nəfər A aldı, 2 nəfər də B aldı. Yəni çox qəşəng ballardı məncə. Yaxşı ki, yəni keçən il amma mən o ağlaya zırlaya qəbul etsəydim, yəqin 60 neçəsə ya da 70 ən pis ehtimalda məni 70 neçə ilənsə çıxaracaqdılar. Hətta 80 neçəsə eləyə də bilərdilər. Bilirdim ki, yəni bunu eləyəcəklər onlar, amma ki istəmədim, lazım deyil. Mən özüm getdim, danışdım, öz A-mı da aldım, gəldim. Yəni bir ömür o mənim ürəyimdə həqiqətən, yəni o magistri oxumamış kimi bir şey olacaqdı. Başa düşürsünüz? Mən onu özüm danışıb keçməmişəmsə, mənim nəyimə lazımdır və yəni kim bunu qəbul edə bilər? Heç kim. Bəlkə də öz əziyyəti, məsələn, magistri öz əziyyəti ilə eləməyən kimsə üçün vecinə olmaz. Deyək ki, keçirsinlər, oturum da. Amma mən yox, o qədər problemlərimə rağmen bir problemlə bu əlavə olundu. Amma dedim, olmaz. Mütləq mən danışmalıyam, mən özüm keçməliyəm. Sonra ən sonda elmi rəhbərimlə sağollaşmaq üçün getdim otağına, Səlim müəllimlə. Dedi ki, keçən il dedi, sənə çox pis olmuşdum. Pis olmuşdum, yoxsa əsəbləş... Yox, çox xətrimə dəymişdi. Dedi ki, mənim magistrantım necə belə bir şey eləyə bilər, necə müdafiə eləmədən çıxıb gedə bilər. Amma ki, indi dedi, daha yaxşı anlayıram, dedi səni. Yaxşı ki, elə keçən dəfə, yəni o bala razı olmamısan, yəni kiminsə minnəti ilə keçməmsən, razı olmamsan. Bugün dedi, halallıqla sənə o an veririk. Yəni heç birimiz bal artımı falan etmədik. Yəni sənin öz balındır dedi o. İndi daha qəşəng balla öz əzətindən bitirirsən dedi. Bilin, yəni arkadaşlar, bəzən həqiqətən səhvmiş kimi görünən, mən bunu danışanda hamı deyirdi ki, niyə razı olmadın, verərdilər, yəni bu boyda əziyyət, bu boyda problem. Amma yəni hər şey balı götürüb universiteti bitirmək deyil. Yəni mən yenə əvvəlki videomda da o danışanda makyaj eləyə danışdığım bir video var. Mən sırf diplom üçün oxumamışdım oranı. O mənim ürəyimdə qalan bir arzu idi. 3 il çətinlik çəkdim, yəni nə qədər problemlər oldu. Ona rağmen mən onu reallaşdırdım. Bəlkə də gələcəkdə necə mükəmməl bir qapı açılacaq sırf həmin akademiya məzunu olduğum üçün. Çünki müəllimimiz də dedi, bizim diplomumuz yəni çox ölkələrdə tanınır. Bilmirəm, məncə necə olur olsun, yəni yenə olsa yenə seçərəm, yenə edərdim. Bilmirəm, mən belə düşünürəm. Çünki bir şeyi bacarmayıb sonradan çox peşman olmaq. Məsələn, mən çox şükür çox yaxşı ixtisas oxumuşam bakalavrda, çox yaxşı universitet oxumuşam. Ondan sonra region, yəni rayon da deyil, Mingəçevir rayon deyil, şəhərdir. Amma Bakı universiteti deyil də. Amma Bakıda o qədər özəl, nə bilim, o qədər universitetlər var ki, yəni Mudunun yanından belə keçə bilməzlər də. Amma yenə düşünürəm ki, sən daha yaxşısını eləyə bilərdin. Sadəcə bu əzmim mənim 16-17 yaşımda məndə bu əzm yox idi. Ailəm mənə hər cür şərait yaratmışdı. Mən pulsuz da oxuyum, mən o qəşəng bal da yığa bilərdim həqiqətən. Amma ki, sonradan dərk eləyir. Bilmirəm, bu videom balıqçıların qabağına çıxır ya yox və yaxud da ki, məktəblilərin. Əgər hazırlaşırsınızsa, həqiqətən hər şeyi kənara qoyun, oxuyun. Sizə demirəm, səhərdən axşama kimi oxuyun, sizə demirəm, hər şeydən özünüzü məhrum edin, yox. Yəni 700 yığmanıza ehtiyac yoxdur. Yəni 700 yığanlar xarici çıxmırlarsa, məncə Azərbaycan üçün 700 bal lazım deyil. Və yaxud ki, daha mükəmməl bir nazirlikdə falan işləmirsə. Amma ki, normal, öz istədiyiniz universitetə deyəcəksiniz ki, haramda istəyirdin? Mən əvvəl yenə deyirəm, mən yenə Milli Aviasiya Akademiyasını istəyirdim. Sadəcə bakalavrda olmamışdı, magistrda reallaşdırdım. Çox şükür Allahım, çox şükür, yəni oldu. Belə, bilmirəm, diplomlar onlayn olacaqmış. Diplom götürməyə gedə biləcəm, yox, bilmirəm, yenə bəlkə heç bir daha o akademiyaya gedə bilməyəcəm. Amma ki, əlbəttə ki, rayona getməzdən əvvəl Quşdan mütləq yəni sağollaşmaq üçün gedəcəm. Amma nə qədər ki, buradayım, həqiqətən orayla bağımın qopmasını istəmirəm. Məncə, müəllimlərim də məni orada görməkdən çox şad olarlar. İndi mənim gələcək həyatıma baxır. Yəni, ailə qurduqdan sonra necə olacaq, ölkədə mi qalacağıq, yoxsa gedəcəkmi? Bakıda falan qalsaq, məsələn, mən yenə əvvəlki videoda demişdim ki, akademiyada işləmək istəyərəm. Düzdür, indi o istəyim biraz azalıb, bilmirəm niyə. Çünki deyirlər, yəni o hər olmayan şeydə bir xeyir var deyə. Yəni, bilmirəm, bəlkə də alınmaması daha yaxşıdır. Amma, yəni çalışaram. En azından yəni deyə bilərdim ki, yəni əgər boş vakansiya olsa məni nəzərdə saxlayın falan. Heç demədim, çünki bilmirəm, istəmədim yəni, heç ağlıma da gəlmədi yəni. Belə, başqa nə haqqda danışım? Bir də orada Vəfa müəllimə deyir ki, sənin o sözünü heç vaxt unutmayacağam. Demişdin ki, deyir, mən demişəm, mənim heç yadımda qalmayıb. İkinci o müdafiədə mən demişəm, məni bal yazıb keçirmək istəyiblər, yəni ki, məzun eləmək istəyiblər. Mən demişəm, əsəbdən o vaxt heç yadımda deyil, nə olub tam olaraq o gün. Nə demişəm, ay Allahım, inşallah başqa şey deməmişəmdir. Demişəm ki, əgər məni bal yazıb keçirsəz, məni məzun eləsəz, mən sizə şikayət edəcəm hamınızı. Komissiya üzvlərinə şikayət edirəm, Allah. Neysə ya, bilmirəm, əsəbləşəndə amma bir şey deməmişəm ki, yəni, mən istəmirəm müdafiə eləmək, mən hazır deyiləm. Siz niyə mənə bal yazıb keçirməlisiniz ki? Sadəcə onlar görürlər ki, tək mənəm, o qədər əziyyət çəkmişəm, yəni yığılıb komissiya üzvləri falan. Onlar istəmirdilər ki, mən məzun olmadan, müdafiə etmədən çıxım gəlim, keçmədən çıxım gəlim. Amma olsun. Belə, sağ olun, var olun. İnşallah artıq başım daha rahatdır. TikTok'la bağlı, bir də YouTube'la bağlı fikirlərim var. İnşallah onları reallaşdıraram. Belə yəni, görək nə olur.
Gəlsin düyün hazırlıqları. Əslində hər şeyi də paylaşmaq istəmirəm. Mənə həqiqətən çox qəşəng YouTube-la bağlı çox qəşəng yazanlar var. Yəni yeni paylaşdıqlarıma baxmayaraq həqiqətən videolarım sevilir. Ya üzümü elə deyirlər, ya da həqiqətən sevilir. Amma ki, və bilirəm ki, bu il olmasa da 2-3 ildən yəni istədiyim levelə çata bilərəm YouTube-da. Çünki bu mənim həqiqətən çoxdan da istədiyim bir şey idi. Yenə deyirəm, həmişə də demişəm. Amma işte cəmiyyətin əlindən mən bu IBC hara çatmışam? Bura. Hər kəsdə yox, heç bilmirəm bu cəmiyyət deyərkən kimi nəzərdə tuturam. Amma insanlar yəni ayıplanacaq o qədər şeylər var ki, ayıplanacaq. Məncə mən belə videolar çəkirəm deyə ayıplamazsınız deyə düşünürəm. Amma bilmirəm yəni biri yaxşılıq üçün baxırsa, ikisi kaos, dedikodu, nə bilim nəsə çıxarmaq üçün baxır. Elələri varsa çox xahiş edirəm. İndidən yəni çıxan səhifəmdən. İstəmirəm. Sizin baxışınızı da istəmirəm, like'ınızı da istəmirəm. Mən daha çox əslində öz tanışlarımdan da əlavə başqa bir insanların həyatına yəni qonaq olmaq istəyirəm və düşünürəm ki, indi olmasa belə gələcəkdə xeyirli bir videolar da çəkməyə çalışacağam. Bu arada prezentasiya olsun, sonra magistr dissertasiyası olsun, müdafiə işi olsun, bakalavrda da vardı müdafiə işi. Onlarla bağlı nəsə soruşmaq istəsəniz, düzdür, bütün universitetlərdə falan eyni deyil. Onlarla bağlı nəsə soruşmaq istəsəniz falan aşağıda qeyd edə bilərsiniz. Yəni məlumat verə bilərəm həqiqətən, kömək də etmək istəyərəm. Çünki mən tək başına idim bunu yazanda. Heç kim soruşacağım, heç kim də yox idi. Kimdən nə eləyəcəm? Məsələn, mənim birinci müdafiəm də çox pis keçmişdi. Çünki belə şokda qalmışdım. Mənə demişdilər ki, sən bunu olsun yazıb gətirmisən, olsun plagiat 0. Bir də mən keçən dəfə burada demişdim ki, 0.5 var. Mənim plagiatım 0 idi bu arada. 0.1 yox, 0 idi deyəsən. Fatimə onun sənədini saxlayır hələ də. Orada 0 idi mənim plagiatım. Həqiqətən. Bir dənə 2% o ad soyad falan imiş güya. Ad soyad eyni olanda mı ya necəsə. Neysə, yəni çox az plagiat çıxdı. Orada Vəli müəllim mənə demişdi ki, "Nə olsun sən bunu yaxşı yazıbsan. Sənin əsas prezentasiyan yaxşı olmalıdır, təqdimatın yaxşı olmalıdır." Ben orada başladım, duygulandım, ağladım. Ona görə 37 vermişlər mənə. 37 veriblərsə, o birisi ikincidə də tabii ki 37 ya da 40 nəsə verəcəklər. Yenə mən 70 neçə nəsə bitirirdim. Yəni düşünə bilirsiniz, o boyda əziyyətlə oxu, qəbul ol, 70 neçə nəsə bitir akademiyanı. Olacaq şey deyil. Mən bakalavrı 90 neçəsə ortalama ilə bitirmişəm. Tabii ki, bu da 90 neçəsə olmalıydı. Bilmirəm indi bu ortalamam necə olacaq, amma əsas odur müdafiədən 91 aldım yəni. Belə. Sonra qəşəng şəkillər də çəkdim. Şəkilləri də əlavə edəcəm bura. Bir iki dənə videom olmadı, bari şəkillər olsun. Kombinim də qəşəng idi, simsiyah. Bir də Fatimə, canım Fatiməm, bir tanem Fatiməm həqiqətən o qədər kömək elədi ki, mənə həqiqətən yanımda gəlməsi, mənə dəstək olması. Kaş onunla birlikdə məzun ola bilərdik. O məzun gününə də gedərdik kaş ki. Amma qismət belə imiş. Mən sürünə belə olsa bitirə bildim, amma o getdi Astoya. İnşallah gələn ildə onun müdafiəsi olacaq. Bilmirəm mən onun yanında ola biləcəm ya yox gələn il. Ölkədə olsam həqiqətən çalışaram. Mən niyə belə deyirəm ölkədə olsam ya necə? İnşallah ki, yəni bizim artıq toy tariximiz falan bəllidir də. İnsan da ona uyğun planlar qurur və mənim həyatımdakı insan evləndikdən sonra özünün işi olduğu ölkəyə, yəni Rusiyaya getmək istəyir. Əlbəttə ki, mən də yanında bonus. Ona görə düşünürəm ki, mən orada olsam burada işini eləyə bilməyəcəm. Amma ora getsəm YouTube üçün çox yaxşı ola bilər. Çünki tam fərqli yerə düşəcəm. Hər şeyi vloglayıb paylaşa bilərəm. Amma bayaqda dediyim kimi paylaşılmaq necə deyim? Mən hər kəs özüm kimi bilirəm. Mən hər şeyi paylaşaram, yəni paylaşıram da hətta. Sevincimi də, kədərimi də mən bölüşürəm də, yəni paylaşıram. Bu məndən asılı bir şey deyil. Amma ki insanlar çox fesat. Bazıları fazla fesat. Ona görə bilmirəm. Məsələn, cehiz alış-veriş eləyəcəm inşallah Allahın izni ilə. Nə bilim, nələrsə alacağam. Mən istəyirəm ki, onları belə paylaşım. Gələcəkdə evlənəcək olan, nə bilim, ya da ki, kimsə görər, bəyənər, bəlkə almaq istəyər, bir fikir olar. Çünki mən də hal-hazırda sıfırdan başlayacağam. Heç nə bilmirəm. Mənə özümə də məsələn kömək eləyən lazımdır. Podruqalarım evlənənlərdən hamısından bir məsləhət alıram ki, məsələn, bunu alınmı, yoxsa bu lazım deyilmi? Hansı marka daha yaxşıdır, hansı marka daha çox şeydir, dözümlüdür? Nələr əlavə xərcdir, məsələn, istifadə olunmayacaq, bir dəfə istifadə edəcəm, atacağam, məsələn, elə şeylər lazım deyil. Yəni hər şeyi mənim istədiyim kimi görək alındıra biləcəmmi? Yəni bunları düşünürəm, paylaşmaq istəyirəm, amma sonra deyirəm ki, həqiqətən deyəcəksiniz ki, insanın yəni mən aptallıq etdikdən sonra bədnəzərin nə əlaqəsi var, insanların nə günahı var? Amma belə bir şey paylaşıram, neçənci də fikir verirəm. Nəsə yaxşı şey paylaşıram, sonra başıma gəlməyən qalmır. Yəni bu bilmirəm, yəni mən bunu çözə bilmirəm. Onsuz da yəni bizim yaxşılığımızı istəyənlərdən çox pisliyimizi istəyənlər var. Bizim deyərkən yəni mən və həyatımdakı insanın, hətta yəni ayrılmağımızı dörd gözlə gözləyənlər belə var. Düzdür, bunu burada demək istəmirəm. Amma fakt budur, yəni qulağıma çatır. Mən nə edə bilərəm? Belə düşünməyim də, necə düşünüm də, yəni siz özünüz qərar verin. Belə yəni bilmirəm kimlər izləyəcək, kimlər izləməyəcək. Yəni də kim xoş niyyətlə izləyirsə, həqiqətən başımın üstündə yeri var. Amma ki kim nəsə üçün izləyirsə, nə deyim daha? Ancaq öyle kənardan izlərsiniz mi deyim, nə deyim? Neysə, hamınızı çox öpürəm. Çox sağ olun, var olun.
Yeni deyirəm, axır ki, yəni məzun oldum. Əgər magistrla və yaxud da ki, dissertasiya işi ilə bağlı nəsə sualınız varsa verin. Həqiqətən kömək etməyə çalışıram. Çünki mən kömək görməmişdim. Bu magistr, nə bilim, dissertasiya işləri falan sudan çıxmış balığa dönmüşdüm. Ona görə mən ortada 1 il itirdim. 1 il itirdim dərkən, yəni məndən heç nə getmədi. Sadəcə müəyyən bir məbləğ ödəməli oldum. Amma niyə də getməli idi də, yəni. Amma yenə də mən çox şadam. Həqiqətən əsas odur, mən istədiyimi aldım. İnşallah siz də alarsınız. Belə, kuzucuklar. Hamınızı öpürəm. Sağ olun.